İllərdə əkib becərdikləri torpaqları indi əllərindən alınır. Bura İsmayıllı rayonunun Maxaçı kəndidir. Kənd sakinləri bu sahələrdə bağlar salıb əkin əkiblər. İndi isə bildirilib ki, sahələr onların deyil. 1997-ci ildə torpaq islahatı gedəndə bu 40 hektar ərazini əkin adı ilə Maçağı kənd sakinlərinə pay torpağı veriblər. Bir 10 gün bundan qabaq Meşə İdarəsindən bizə məktub gəlibdi ki, xahiş edirəm torpaqları tərk eləyin, sizə 15 gün vaxt veririk. Sakinlərə göndərilən məktubda torpaqlarını tərk etmə bildirişi və 15 gün vaxt verilməsi sakinlərin narahatlığına səbəb olub. 67 ildir ki, buralar hamısı əkin sahələri olub, bağ sahələri olub. İndi gəliblər ki, bir neçə aydır düşüblər ki, bura meşənindir. Bu hardan meşənin oldu? Mənim başım çıxmır. İndi bunu biz təzədən meşə eləməliyik bu sahələri. Bəs bizim babalarımız bizə nə deyər? Əgər meşədirsə orada bir ağac olardı, bari bu 100 illərdə. Ata-babalarımız bu torpaqları istifadə edib, dişi ilə, dırnağı ilə necə deyərlər, təmizləyib, qaydaya salıb. İndi deyirlər ki, bizə bir sözlə meşə təsərrüfatından məktub gəlib ki, siz bu yerləri tərk edin. Hansı ki əlimizdə sənəd olur. Səbəb də odur ki, güya buralar meşə ərazisidir. Məsələ ilə bağlı 6 saylı regional meşə təsərrüfatı mərkəzindən Xəzər xəbərə bildirildi ki, sözü gedən ərazi Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayı olmaqla Dövlət Meşə Fonduna aiddir. Vətəndaşlara payız mövsümündə həmin ərazilərdən istifadə etməmək tapşırılıb. Lakin onlar buna baxmayaraq orada dənli taxıl bitkilər əkiblər. Sakinlərə işlər göndərilib ki, Dövlət Meşə Fondundan istifadə etdiyiniz üçün hesaba ödəniş etməlisiniz. Kəndin tabe olduğu Baskal Bələdiyyəsindən isə bildirildi ki, sakinlər illərdir oranı öz torpaqları kimi əkib becəriblər. Sakinlərin ünvanladıqları müraciət araşdırılacaq. Rafiq Həsənov, Fidan Əsədli, Xəzər xəbər.